Dedilər ki, bu ailənin əsas məsələsi odur ki, ana da, ata da hər ikisi içki düşkünüdür. Yalan deyən deyən. Orada mənim ayağım altın qazanlar çox idi. And olsun, bax, balalarımın canı. Mən içkili 3 gün sonra bu dəqiqə içərdim də. Qardaşım, bu dəqiqə səndən mənə içkinin iyisi vurur. Olub üçün axşam And işləyə balalarını canına. Belələr niyə yaşayır? İyisi vurur. Olub üçün axşam içmişəm, qalıb da. Dünya aləm vecinə deyil, yalanla and içir. Televiziya əfsanələrinin 11-ci hissəsi axır ki gəldi. İndidən videoya like atın, kanalımıza abunə olun. Çox uzatmadan keçdik videoya. Kadr arxası xəbərlər deyəsən. Siz elə bilirsiniz əzbərdən danışıram, əslində buradan oxuyur. 1-2 saat xəbər aparırdın, o qədər sözü yaddaşında necə saxlasın? Rus dili studiyanı tərk etdi. Spasiba Россия, spasiba. Дай бог вам здоровья, hamınıza can sağlığı diləyirəm. Yəni Rus dilində də, Azərbaycan dilində var olun ki, hamımız emin də, дай bog eminuz can sağlığı. Qaqaş heç başa düşmürlər, belə başını yelləyir. Spasiba Россия, spasiba. Qarışdırdı Azərbaycan dilini Rus dilinə. İnsanı atasından belə soyudacaq o səs. Atayırsa oğul gül tək sonarmış, qız ağlayıb saçlarını yolarmış. Nə oydu? Səs hava bir dənə. Ataya da ata lazım olarmış, torpağına qurban olan. Qəşəng səsi var, amma biraz üstündə çalışsa, biraz nəzikdir səsi, biraz. Çox yox. Dedilər ki, bu ailənin əsas məsələsi odur ki, ana da, ata da hər ikisi içki düşkünüdür. Yalan deyən. Orada mənim ayağım altın qazanlar çox idi. And olsun, bax, balalarımın canı. Mən içkili 3 gün sonra bu dəqiqə içərdim də. Qardaşım, bu dəqiqə səndən mənə içkinin iyisi vurur. Olub üçün axşam And işləyə balalarını canına. Belələr niyə yaşayır görəsən? Olub üçün axşam içmişəm, qalıb da. Dünya aləm vecinə deyil. Onların qırılsın. İstəyirsən skor gətirsin, bari aparaq. Ayağım olsun. O belə qarğış olar. Az otur yerində. Otur yerində, yaxşı eləyirəm. Otur yerində. Oydu. Kolonka partladı. Sevilən sənətçi Bayram Nurlu illər sonra efirdə coşdu. Bayramın beyni söndü. Cək, mən necə yəni kimi sayılırım? Siz kimsiz ki, mən təhqir edirsiniz? Mən şəxsiyyətəm. Şəxsiyyətsiz, mən də bir şəxsiyyətəm. Mən də yeri gəlmişim, sən kimsən ki, məni təhqir edirsən? Sən burada Bayram Nurlu sənətçi olub bəyəm. Belə əsəbi sənətçi görməmişdim. şəxsiyyətsiz, mən də bir şəxsiyyətəm. Mən də yeri gəlmişim, sən kimsən ki, məni təhqir edirsən? Ənvar dayı öz kefindədir. Ənvar dayı, sonuncu sual bir də narahat eləməyəcəm. Neçə yaşınız var? 75. Yox, elə 71-ə mayın 4-də 71 yaşı var. 71 yaşım, 71 Qocatdılar Ənvar dayıya. yaşınız var. Mən təmənnasız sənədinizə baxımda, hər bir halda bu sizə ziyan olmayacaq. Yaxşı? Necə? Ziyanı olmayacaq. Sənədlərinizə baxaram. Neçə nədə? Bayaq sadaladığım. Gəl bax da. Yaxşı. Gəl Zar gizlincə gülür. gəl bax. Evə gəlir. Sən saçmaz idin ey. Özünüzü ürəklə deyir Ənvar dayı. Evdə deyir, gəl bax. Nətər qadın idi Roza, xatırlayırsan? Onu xatırlamamaq olar. Necə? Onu yaddan. Ayda birdən xəyala dal deyir. Oğlunuzun atası Mənəm də, mən olmalıyam. bizim operator Tofik'tir. Operator özündən şübhələndi. Bura gəl. Ay gəl bura. Operator verilişə gəldiyinə görə peşman oldu. Çatmır ki uzansı belə. Az şey orada oxuya bilsən ki, tısbağa. Qıza tısbağa dedi qıza. Vay, ürəyi tutdu ki. Elgiz axırda elə niyə elədi görəsən? Axırda ürəyi tutdu. Ki, tısbağa. Qıza tısbağa dedi. Ortalığı çox pis qarışdırdı həqiqətən. Necə ürəklə oynayır. Qəşəng, əla, super. Salam, hara gəlsən? Bu kişi hara gedir? Hara gəlsən oyuna? Anam mənimlə görüşmək istəyirsən? Hə, laf yaxşı. Salam. Podiuma çıxmaq istəyirsən? Görüşdüyünə görə peşman oldu. Qazandım. Aha. Buyurun keçin yuxarı başa. Oxu görək. Baxaq görüm dayadayın bacardığına. Gözümün nuru, canım anam, böyüttü
Bir nəfər yazıb ki, mahnını anama atdım, mənə blok atdı. Vaxtımızı nöşə alırsa, yazmışsan ərzə, 2 metr ərzə yaz. İndi bəhanə axtaracaq, deyəcək ki, boğazımı soyuq olub. Həqiqətən çoxları belə deyir. Ay Allah, qaça, maşallah. Ada nə qəşəng geyim bu var sən, Bəxtiyar. Bəli, imicindəşin. Hə? O, oliqarx deyil. Kostyumdan çıxdın? Bəli. Niyə? Kostyum daha hamı görür, birinci spor geyimində olmaq lazımdır da. Hə, belə nə qəşəngdir, çox qəşəng. Həqiqətən bu qəşin videolarına baxırdım efirdə. Ancaq kostyum geyinirdi də. Maşallah. Mənə bax, deyir TikTokda girirsən orada başqa kimsə söyüb, nə bilim mən nə. Sən belə şeylər eləmə ya. Görəsən bunu TikToka çəkib atmaqda məqsəd nədir? Möhtəşəm cavab. Açılıq deyil. Xeyr, ucuzdur. Neçədir ki, bara getmək nə qədər edir? Bara getməyi 5 manat pivədir. Aha. 30 manatdakı da. Abi qaqaş, bardan qız tapan qaqaş deyildi. Mən nə deyirdim buradan? Mən Azərbaycan xalqına salam. Evdəkiləri göndərmək istəmirsən, sağ ol. Evdəkilər də Azərbaycan xalqına. Qaqaş çox superdi da. Azərbaycanda mən tanımayan yoxdur. Yaxşı, sən Deyir Azərbaycanda mənə tanımayan yoxdur. Şəxsən mən tanımıram. İndi tanıdım. Psix, bilirsiniz dəlixana dəli. çıx bayıra get başını doktora göstər. Bu videonu çox super düzəldiblər. Bilirsiniz dəlixana dəli. Çıx bayıra get başını doktora göstər. Yaxınlaşırıq. Salam. Başınız şəpəklidir. Bəli. Saçınız tez-tez yağlanır. Gedin başınızı yuyun da. Başıma vurub ayağım ağrıyır. Qadağan olmuş reklam deyə bu. Sizcə qadın ərinin xəyanətini bağışlamalıdırmı? Yox, bağışlamalıdır. Adam əriyin xəyanətini bağışlayar. Evlisiz? Bəli, mənim nəvələrim də var. Əriniz heç xəyanət edib sizə? Yox, eləyib keçmişəm də. Nəysə belə uyğun gəlmədi. Mənə ata demə. İmtahandan kəsilsin bir də mənə ata demə. Deyəsə imtahandan kəsilib. Neynədim qəlləm, keçdin imtahandan? Bağışlayın dayı. Siz kimsiz? Bu arada imtahandan kəsilməyi heç kimi arzulamıram. Qəribə izlər yaranın, öpürəm ürək parçalanır, yanaqlar o tutub yanıyor, azər mənim, əllə billə tapılə. Qaqaş necə baxır. Bu nədir bir şey? Gözlərini çəkə bilmir. Zarun verilişinə cin gəldi, şok. Cindir bu. Eşidirəm. İndi bizlə danışan sizsiniz, yoxsa? Xeyr. Nayla xanım deyil, mənəm danışan. Onlar hərəkətsiz dayanasınız. Xeyr. Cin həqiqətən belə hərəkətlər eləyir, görəsən. Bir balaca sakitləşin. Çox tərbiyəsiz cindir, sözə qulaq asmır. Cin özündən getdi. Qoydu köhnə efirlər, köhnə temalar. Ailəli olmusunuz? Hamısın qayıtdan gəl. Ailəli olmusunuz Arzu xanım? Hə, ailəli olmuşam. Hə. Deməli ki, ailəm yaxın tutun. Soruşur ki, yaxın tutun. Hayır, Hə. hamısın. Yaxın tutun. Deyirəm. Hamımızı salam. Hə, deyirəm ki, yəni də hamımızı salamlayıram. Yəni mikrofon Həyecanlanmayın Arzu xanım, həyecanlan. Bunlar Ya heyecanlı deyiləm. doğrudan. Hə, Nə gözəl. deyirəm. uzun illər efir təcrübəsi göstərir ki, həyalı deyil. Aha. Aa, Fərdi Amin də buradadır. Buyurun Kəramət bəy, buyurun. Sən bir qəşəng qız idin. Universitetə qəbul olmaq istədin. Qiyabı Belə şeir olur görəsən. partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü. Yaşıdın Aa, bu nə şeirdir? Bu çox mənasız şeirdir. Şükür Allaha, tarixi videolar. Bir videonun sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Sağ olun, sevilirsiniz.